Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, Namazov qiymətləndirmədən növbəti mövzumuza başlayaq. Deməli, mövzumuz riyazi ifadələrdə mötərizələrin açılmasıdır. 4 variantdan ibarətdir. A, B, C, D olaraq hər birini bugün çalışacağıq ki, işləyək. Deməli, səhifə 15, 16, 17, 18, 19 və 20. Çox zaman yenə dediyim kimi uşaqlar deyir ki, əvvəldə qeyd eləmirsiniz səhifələri. Amma hər zaman məni videonun açıqlama hissəsində, yəni mövzunun yazan zaman sonunda səhifəsini qeyd eləyirəm. Yenə də sizin ürəyinizcə olsun deyə əvvəldə də qeyd etdim. Başlayaq. Test. Variant A. A variantı. İfadəsinin deyib qiymətini hesablayın. Birinci sual. 37 çıxılsın 25 çıxılsın 31 üstə gələk 66 bərabərdir. 37 deməli çıxılsın 25-dən 31-i çıxdığımız zaman mənfi 6 edir. Üstünə gəl 66-nı. İndi 2 yolla göstərəcəm, ona görə bu şəkildə yazıram. 37 çıxılsın. Mənfi 6-nın üstünə 66 gəldiyimiz zaman elə 60 edir. Çünki böyükdən kiçik çıxıb böyüyün işarəsini yazmalıyıq biz. 37-dən də 60-ı çıxdığımız zaman mənfi 23 edir. Bu şəkildə də yazsaq. Biz 37 çıxılsın 25, üstə gələk 31, çıxaq 66. Yəni biz bu misalı bu şəkildə yaza bilərik. Deyəcəm niyə? Çünki biz qayda nə keçmişik? Keçmişik ki, mötərizənin qarşısında mənfi işarəsi varsa, mötərizənin içərisindəkilər işarələrin əksinə dəyişəcək. Yəni bu şəkildə olacaq variant olaraq A variantı. İkinci sual. Deyir A minus B bərabərdir mənfi 17. A minus 13 çıxılsın B minus 21. İfadəsinin qiymətini tapın. Ola bilər ki, burada hamısı düşmür. Sadəcə mən çəkilişdə biraz problem yaşadığıma görə tam ekranı göstərə bilmirəm. Ona görə mən sualları oxuyuram, burada yazıram. İfadəsinin deyir qiymətini tapın. Biz bu ifadənin qiymətini biz birinci bunu nə etməliyik? Əlbəttə ki, mötərizələrdən azad etməliyik. Gəlin mötərizədən azad edək. A çıxılsın 13 yoxsa? A çıxılsın 13, çıxılsın B, üstə gələ 21. Üstə gələ 21 bu mötərizənin qarşısındakı mənfi işarəsinə görədir. Bərabərdir. Biz demişik ki, dəyişən olan ifadələri sadələşdirdiyimiz zaman dəyişən olanları sabitləri bir yerə toplaya bilərik. Burada da məsələn deyə bilərsiniz ki, biz axı hər zaman demişik ki, 2 dənə eynini biz toplaya bilərik. Amma bizə şərt verir axı A minus B. Yəni dəyişəni olanları bir tərəfə yığa bilərik. A çıxılsın B, çıxılsın 13, üstə gələ 21. Bu şəkildə olur. A çıxılsın B-yə də mən mənfi 17 demişəmsə, çıxılsın 13, üstə gələk 21. Mənfi 17-dən 13-ü çıxdığımız zaman mənfi 30 edər. Mənfi 30-un da üstünə 21-i gəldiyimiz zaman mənfi 9 edər. Variant da olar C variantı. Üçüncü misal. İfadəsini deyir sadələşdirin. Misalımıza yazaq. 3x çıxılsın 2y çıxılsın 9 çıxılsın 37. Birinci nə etməliyik? Mötərizə varsa mötərizəni vurub açmalıyıq. Mənfi 6-nı 3x-ə vurduğumuz zaman mənfi 18x edər. Mənfi 6-nı 2y-ə vurduğumuz zaman edər müsbət 6 2 12y. Mənfini yenə mənfiyə daha doğrusu vurduğumuz zaman edəcək müsbət 54. Çıxılsın 37. Bərabərdir. Mənfi 18x üstə gələk 12y olduğu kimi qalacaq. Çünki heç bir əlaqə quracağımız ifadə yoxdur. Müsbət 54 çıx 37. Yəni 54 çıxılsın 37 bu deyilir müsbət 17. Gəlin görə variant burada hansındadır? Mənfi 18x üstə 12y üstə B variantı. Dördüncü sual. Boş xanalara deyir elə ədəd yazın ki, buradan görünür. Görünmür. Belə göstərəm bir dənə. Yəni, saxlayıb misalı öz-üzdə yaza bilərsiniz. Yenə də dediyim kimi, onsuz da mən misalı köçürdürəm. 12C çıxılsın boşluq D bərabərdir boşluq vurulsun 2C çıxılsın 3D'yə. Bax, misalımız bu şəkildədir. 3D. Deyir, boş xanaya elə ifadə yazın ki, bu bərabərlik doğru olsun. Yəni, mən baxıram ki,
Bu 12C-dir. Burada da 2C-dir. Yəni bu 12-ni almaq üçün səncə bu 2-ni neçəyə vurar ki, 12-ni alsın? Əlbəttə ki, 6-ya vurar da. 6-nı 2-yə vurduğumuz zaman 12 edər. Bura yazaram 6. Çünki 6-nı 2-yə vurduğumuz zaman 12C elədi. 6-nı -3-ə vurduğumuz zaman edəcək 18-dir. Yəni 18 ilə 6. Variant D variantı. 5-ci sual. 2A çıxılsın 3B bərabərdir 7 olduqda 8A çıxılsın 12B çıxılsın 16 ifadəsinin qiymətini hesablayın. Baxırıq ki, 2A çıxılsın 3B 7B'dir. Buradan bizim bu misallarda bilirsiniz nətərdir? Adətən məntiqlə, yəni nəyləsə özünüzdən artıq fikirləşməlisiniz. Yəni misala baxan kimi ağlınızda məsələn 8 ilə 12-ni görən kimi ağlınızda avtomatik gəlməlidir ki, mən bunları mötərizə xaricinə çıxara bilərəm. Bizə də burada verir 2A minus 3B. Yəni elə çıxartmalıyıq ki, bu 2A minus 3B-ni bu ifadənin içərisində biz tapa bilək. O zaman hər birindən nəyi çıxardarım? 4'ü çıxardarım. 8A'nı 4'ə böldüyüm zaman 2A, 12B'ni 4'ə böldüyüm zaman 3B. 2A çıxılsın 3B'ni aldıq mı? Əlbəttə ki, aldıq. Çıxaq 16 bərabərdir. 4 vurulsun 7-yə, çıxaq 16-ya. 4'ü 7-yə vuranda 28, 16 çıxdığım zaman edər 12. Variant olaraq A variantı. 6-cı sual. 22'nin kvadratı üstə gələk 22 vurulsun 78. İfadəsinin deyir qiymətini tapın. Biz bu 22'nin kvadratını kvadrata yüksəldib də yaza bilərik. Amma bizim dərsimiz nədir? Bizim dərsimiz riyazi ifadəli mötərizələrin açılmasıdır. Ortaq vurğu mötərizə xaricinə çıxar. Ümumiyyətlə dəyişən olan ifadələr nədir? Ancaq bunlarla əlaqəlidir də. Biz artıq yazan kimi burada 22-dən 2 dənədir. Yəni necə yazarıq? 22 vurulsun 22, üstə gələk 22 vurulsun 78. Ortaq vuruq biz buradan 22-ni çıxara bilərik. Bax, bizə bunu deməyə çalışır. Yəni olur 22 üstə gələk 78. Yəni gəl bunu vururuq, açıq sayı göstərim ki, nə demək istəyir. 22-ni 22-yə vurmaq bu deməkdir. 22-ni 78-ə vurmaq bu deməkdir. Eyni şeydir də. Yəni biri var ki, oturub bir-bir hamısını vurasan, o da vaxt aparır axı. Amma belə ən sadə varianta gətir də, sənə daha rahat olsun deyə. Bərabərdir. Deməli, 22 vurulsun 22 78 gəndə 100. Bərabərdir 2200. Hansı rahat o? Əlbəttə ki, bu daha rahat. Yoxsa 22'nin kvadratını tap. Sonra 22'ni vur 78 onun cavabını tap. Sonra onları bir-bir topla. Gör nə qədər getdi. Variant olaraq B variantı. Yəni bizim ən asan yolumuz. Sonra 7-ci misal. 7-ci misalda deyir ki, üçbucağın perimetri 67 santimetrdir. Yazıram P bərabərdir 67 santimetr. İki tərəfinin uzunluğu isə A və B santimetrdir. İki tərəfinin uzunluğu A və B santimetrdir. Üçbucağın üçüncü tərəfinin uzunluğunu tapmaq üçün ifadə yazın. Bizə A-ya 25 verir, B-yə də 23 verir. Deyir A 25, B 23 olduqda qiymətini hesablayın. Gəlin hesablayaq. Bizim düsturumuz P bərabərdir A üstə gələk B üstə gələk C-dir də. 67 bərabərdir 25 üstə gələk 23 üstə gələk C-yə. Ben buradan C-ni tapmalıyam. 67 bərabərdir 48 üstə gələk C. C-ni tapmaq üçün 67-dən mən 48-i çıxmalıyam. C bərabərdir 19-a. Yəni mənim üçüncü tərəfim C 19-dur. İfadəmizdə necə ifadə qurmalıyıq? İfadəmizdə 67 çıxılsın A üstə gələk B-yə. Çünki A ilə B-ni topladım, sonra 67-dən çıxdım. Deməli 67 çıxılsın A üstə gələk B, bir də 19 santimetrdir. Variant olaraq C variantı. 8-ci. N bərabərdir -27, N bərabərdir -43 olduqda 12M çıxılsın 12N üstə gələk 24 deyir ifadəsini tapın. Mən burada baxıram ki, deyək ki, yerinə qoymamışdım. Bax, yenə yerinə qoyub yaza da bilərsiniz. Amma ki, ən asan variantı da gətirə bilərsiniz. Yəni, əlverişli üsulla həll edə bilərsiniz. Baxırıq ki, burada ortaq olan 12'dir. 12'ni çıxardığım zaman 12M'i 12'yə böldüyüm zaman M, 12N'i 12'yə böldüyüm zaman N edəcək. Üstə gələk 24. Artıq yerinə qoya bilərəm.
12 vurulsun. M-in yerinə mənfi 27, N-in yerinə çıxılsın mənfi 43-ə. Yine mən sizə göstərmək üçün yeni mötərizəni sadələşdirib, bu olacaq üstə gələk 43. Bərabərdir. 12 vurulsun. Mənfi 27-nin üstünə, deməli 43-ü, burada 24-ü mən itirirəm. Üstə gələk 24 uşaqlar. Burada 24. Üstə gələk 24. 12 vurulsun. Mənfi 27-nin üstünə 43 gəldiyimiz zaman 16 edəcək. Üstünə 24-ü də yazmaq yadımızdan çıxmaz. 12-ni 16-ya vurduğumuz zaman 192, üstə gələk 24. O da bərabərdir 216-ya. Variant olaraq D variantı. Sonra 9-cu misal. Burada şifahi buradan yazaq. Deyir ki, bərabərliklərdən hansı doğru deyil? Gəlin bir-bir vurub yoxlayaq. 6-nı 2A-ya vurduğumuz zaman 12A, 6-nı 3B'ye vurduğumuz zaman mənfi 18B, 6-nı müsbət 5'e vurduğumuz zaman müsbət 30. Doğru. 8-i mənfi X-a vuranda mənfi 8X. 8-i müsbət 4Y-a vuranda 32Y. 8-i mənfi 4'e vuranda mənfi 32. Doğru. Buranı bu şəkildə mən sizə göstərməliyim, çünki görünməyəcək. Mənfi 3'ü 4X-a vuranda müsbət 12X. Doğru. Mənfi 3'ü mənfi 3Y-a vuranda doğru. Müsbət 9Y eləyir. Amma mənfi 3'ü müsbət 7-yə vurduğumuz zaman müsbət 21 eləməz. Mənfi 21 eləyir. Ona görə də variant olaraq 9-cu sual B bəndi edir. B səhvdir. Və sonuncu 10-cu misalımıza gələk. 10-cu sualda nə deyir? Deyir ki 27x çıxılsın, 4 vurulsun, 3x çıxılsın, 2y. Birinci yenə biz bunu sadələşdirməliyik ki, bizə rahat olsun, yəni misalı hesablamaq. 27x çıxılsın, 4 üçün 12x, üstə gələk 8y. 27-dən 12-ni çıxdığımız zaman edəcək 15x üstə gələk 18y. Yəni bizim ifadəmiz bu şəkildədir. Birinci variantında deyir x bərabərdir -6, y bərabərdir 7-yə. Yəni 15 vurulsun -6, üstə gələk 7 vurulsun 18-ə. 15-i -6-ya vurduğumuz zaman -90, üstə gələk 56, bu edir -34. İkincisində nə deyir? Deyir x bərabərdir 8-ə, y bərabərdir -9-a. Yəni eyni qayda ilə 15 vurulsun 8, üstə gələk 18 vurulsun -9-a. 15'i 8'e vurduğum zaman 120, müsbəti mənfiyə vurduğum zaman mənfi olacaq. 18'i 9'a vurduğumuz zaman edəcək 72. Bərabərdir 48'ə. Sonuncu üçüncüsü x bərabərdir -4, y bərabərdir -6'ya. 15 vurulsun -4'ə, üstə gələk 18 vurulsun -6'ya. 15'i -4'ə vurduğumuz zaman -60 üst çıxılsın. 18'i 6'ya vuranda 48 bərabərdir. Bu da edəcək -109. Gəlin variantlarla yazaq. 109 yox, daha doğrusu 108. Birinciyə tapmışıq -34. 1B göstərəcəm sizə də. İkinciyə tapmışıq 48. 2E. Üçüncüyə tapmışıq -108. 3A. Bu şəkildə 1B, 2E, 3A. Keçdik B variantına. B variantı. Birinci sualdan davam edək. 23 çıxılsın 47, çıxılsın 18, 29 bərabər ifadəsinin qiymətini hesablayın. 23 çıxılsın 47, çıxılsın. Deməli 18-dən 29'u çıxdığımız zaman edəcək. Burada edir -11, yazaq belə -11 bərabərdir. 23-dən 47-ni çıxdığımız zaman -24, üstə gələk 11. Çünki mötərizəni açacaq. Bu da edəcək -13. D variantı. İkinci sual. X üstə gələk y bərabərdir 26-ya. X çıxılsın 37, çıxılsın 15 çıxaq y bərabər. Yeni mötərizədən azad eləyək. 37 çıx 15 üstə gələk y bərabərdir. X üstə gələk y çıx 37 çıx 15 bərabərdir. X üstə gələk y 26 edir. Çıxılsın 37, çıxılsın 15. Bunda cavab edir -26.
A variantı. Üçüncü. 7 vurulsun mənfi 3A. Üstə gəlinsin 4B, çıxılsın 5, çıxaq 18. Birinci mötərizəni vurub biz açmalıyıq. 7-ni mənfi 3A-ya vurduğumuz zaman mənfi 21A. Üstə gələ 7-ni 4-ə vurduğum zaman 28B. Çıxılsın 35, çıxılsın 18. Bərabərdir. Mənfi 21A üstə gələ 28B olduğu kimi qalacaq. Siz burada 35 çıxsa 18 götürmürük. Mənfi 35 çıxaq 18 götürürük. Mənfi 35-dən də 18-ə çıxdığımız zaman edir mənfi 53. Bu şəkildə görək variant hansı variantda? Variant B variantı. Dördüncü misal. Deyir ki, boş xanalara elə ədəd yazın ki, yenə boşluq yazıb belə, üstü vurulsun A-ya, üstünə gəl 35B. Bərabərdir boşluq, vurulsun 3A, çıxaq 5B. Mən indi buradan hansı əlaqəni qura bilərəm? Yəni, baxan kimi mənə aydın olan birinci nədir? 35B-nin tapılmasıdır. Çünki burada 5B var. Mən 35B-ni buradan sizcə nə ilə tapa bilərəm? Özün işarəyə də diqqət eləməliyəm. Burada müsbətdə, burada mənfidir. Deməli, mən bərabərliyin sağ tərəfindəki ifadədən sol tərəfi almalıyam. Ona görə mən bu mənfi 5-i neçəyə vurmalıyam ki, müsbət 35 alım? Əlbəttə ki, mənfi 7-yə vuraram da. Mənfi 7-ni də 3-ə vurduğum zaman mənfi 21A edər. Deməli, mənfi 7 ilə 21 olacaq ədəd. Çünki mənfi 21 niyə olmaz? İfadənin özündə verir çünki mənfini sizə. Sadəcə bu qrafikanın içərisindəkini istəyir. 21 və mənfi 7. Burada C variantı. Beşinci. Mənfi 3x üstə gələ 7y bərabərdir 12-yə. Mənfi 18x üstə 42y çıxılsın 24 bərabərdir. Yenə eyni qayda ilə baxırıq ki, biz burada nəyi mötərizə xaricinə çıxara bilərik ki, 3x üstə gələ 7y qalsın. Əlbəttə ki, buradan 6-nı çıxara bilərik. Niyə? 6-nı mənfi 3x üstə gələ 7y-ə vuranda, 6-nı mənfi 3-ə vuranda 18x, 6-nı müsbət 7y-ə vuranda müsbət 42. Çıxılsın 24 yazaq. 6 vurulsun 12, çıxaq 24. 72-dən də 24 çıxdığımız zaman 48. Variant D variantı. Sonra növbəti 6-cı misal. Mənfi 37-nin kvadratı çıxılsın 37, vurulsun 63-ə. Bərabərdir. Burada da eyni qayda ilə yazırıq ki, mənfi 37 vurulsun mənfi 37, çıxılsın 37 vurulsun 63-ə. Bərabərdir. Deməli, biz mənfi 37 vurulsun 37, çıxılsın üstə gəlinsin 63-ə. İşarələrə diqqət etməli. Çünki mənfidir burada. Vuranda müsbət eləyəcək axı. Yəni, mənfini daha doğrusu müsbətə vuranda mənfi alacaq axı ona görə. Mənfi 37 vurulsun 100-ə, bu da edər mənfi 3700. A variantı. 7-ci sual. Düzbucaqlının perimetri 68 cm, bir tərəfinin uzunluğu isə A cm-dir. İkinci tərəfinin uzunluğunu tapmaq üçün ifadə yazın. A-ya da verir 19. Düzbucaqlıdan söhbət gedir. P bərabərdir 2 vurulsun A üstə gələk B-yə. Deyir ki, P 68-ə bərabərdir. 68 bərabərdir 2 vurulsun. Deyək ki, A-ya verir 19 üstə gələk B-yə. Biz bu ifadəni yazmalıyıq. 68-i 2-yə bölsək 34 bərabərdir 19 üstə gələk B. B də buradan bərabərdir 15-ə. Deməli, tapdıq ki, ifadəmiz bu şəkildə olur. 34 çıxılsın A. 34-dən mən A-nı çıxaraq 15 alırım. Çünki 34 budur. A-da 19-da ona görə. Bu dedir 15 cm. 34 çıxı A, 15 cm B variantı. 8-ci misal. A bərabərdir mənfi 29, B bərabərdir 13 olanda mənfi 15A üstə gələk 15B çıxılsın 40-a tap. Burada mən mənfi 15-i mötərizə xaricinə çıxara bilərəm.
A çıxılsın B, çıxılsın 40 bərabərdir. Mənfi 15 vurulsun. Mənfi 29 çıxaq 13-ə. Sonra çıxaq 40-a bərabərdir. Mənfi 15 vurulsun. Mənfi 29-dan mənfi 13 çıxdığım zaman mənfi 42. Mənfini mənfiyə vurduğum zaman müsbət 630 çıxaq 40. Bu da edər 590. Variant C variantı. 9-cunu da buradan elə yazaq. Deyək ki, bərabərliyin hansı doğru deyil? Baxaq görək hansı səhvdir. Mənfi 3-ü 2x-a vuranda mənfi 6x. Mənfi 3-ü mənfi 5-ə vuranda müsbət 15. Mənfini müsbətə vuranda mənfi. Doğru. Müsbəti mənfiyə vuranda mənfi. Müsbəti müsbətə vuranda müsbət. Müsbəti mənfiyə vuranda mənfi. Doğru. 7-ni mənfiyə, müsbəti mənfiyə vuranda mənfi. Müsbəti mənfiyə vuranda mənfi. Müsbəti müsbətə vuranda müsbət. Doğru. Mənfini müsbətə vuranda mənfi. Mənfini mənfiyə vuranda müsbət yazılmalıdır. Amma burada mənfi 28 yazıb. Ona görə D variantı səhvdir. 10-cu. Mənfi 12A üstə gələk 4 vurulsun. 2A çıxaq B-yə. Bərabərdir. Birinci bunu sadələşdirək. Mənfi 12A üstə gələ 4 2 8A çıxılsın 4 3 12B. Bərabərdir. Mənfi 12-nin üstünə 8A-nı gəldiyimiz zaman mənfi 4A çıxılsın 12B. İfadəmiz bu şəkildədir. Gəlin görək birincidə nə deyir? A bərabərdir 6-ya, B bərabərdir mənfi 8-ə. Gətir yerinə qoyaq. Mənfi 4 vurulsun 6, çıxılsın 12 vurulsun mənfi 8-ə. Mənfi 4-ü 6-ya vurduğum zaman mənfi burada əslində burada da sadələşdirə bilərdik. İndi sadələşdirib göstərəcəm. Ona görə baxdım ki, daha asan yolunda yazmaq olarmış. Mənfi 4-ü 6-ya vuranda mənfi 24 çıxılsın mənfi 96. Bu da edir mənfi 24 üstə gələk 96 bərabərdir 72-yə. Bax, bunu mənfi 4A çıxılsın 12B-dən biz mənfi 4-ü mötərizə xaricinə çıxara bilərik. Olar A üstə gələk 3B-yə. Daha da sadə yolunu yəni yazmaq olar. Gəlin elə bu üsuldan gedək. İkincidə eyni şeydir. Burada da doğru cavab alarsınız. Sadəcə daha tez hesablamaqdan ötürü deyirəm. Həm də vaxt getməsin. Mənfi 4 vurulsun. A-nın yerinə mənfi 3. Üstə gələk 3 vurulsun 4-ə. Mənfi 4 vurulsun, mənfi 3 üstə gələk 12, mənfi 4 vurulsun, mənfi 3-ün üstünə 12 gəldiyim zaman 9, bu da mənfi 36. Sonra üçüncü, A-ya deyir mənfi 5, B-yə deyir 7. Mənfi 4 vurulsun, mənfi 5 üstə gələk 3 vurulsun 7. 7-ni 3-ə vuranda 21. 21-dən 5 çıxdığım zaman 16 edər. Mənfi 4-ü də 16-ya vurduğum zaman mənfi 64. Gəlin variantlarını quraq, göstərəcəm sizə də. 1-də 72 aldıq C. 2-də mənfi 36 aldıq E. 3-də mənfi 64 aldıq B. Bu şəkildə tamamlandı. Keçək C variantına. C variantına deyil, ifadələrin qiymətini tapın. Gəlin tapaq. 69-dan mənfi 77-dən çıxdığımız zaman qalır mənfi 8. Bu qarşıdakı mənfi də bunu edir müsbət. Yəni olur müsbət 8. Üstə gələk. Mənfi 18-dən 77-ni deməli çıxdığımız zaman edir mənfi 95. Üstə gələk 32. Bərabərdir. 8 üstə gələk. Mənfi 95-dən 32-ni çıxacaq böyüyün işarəsini yazırız. Olacaq mənfi 63. Bu da edəcək 8 çıxılsın 63. O da bərabərdir mənfi 55-ə. 28 çıxılsın 99. Bölür mənfi 71. Çıxılsın 23 çıxaq 78 çıxaq 61. Yəni bunların hamısını bir-bir topladığımızda edir mənfi 116. Bərabərdir. Mənfi 71 üstə gələk 116. 116-dan 71-i çıxıb böyün işarəsini yazacaq. Bu da edəcək 45. 2x minus 5y bərabər mənfi 23 olduqda bu ifadəsinin qiymətini tapın. Gəlin biz birinci bu ifadəmizi sadələşdirək, ondan sonra tapaq. Deməli, 2x çıxılsın 13, çıxılsın 23. Çıxaq 31 üstə gələk 5y.
bərabərdir. 2x olduğu kimi qalacaq. Mənfi 13-dən 23-ü çıxdığımız zaman mənfi 36 edəcək. Çıxılsın 31 üstə gələk 5y. Yəni bunu açdığımız zaman buradan yazım görünsün. 2x çıxılsın 36, çıxılsın 31, çıxılsın 5y. Bu şəkildə alındı. 2x çıxılsın 5y mən bir tərəfə gətirərəm. Çıxar 36, çıxaq 31 bərabərdir. 2x çıxılsın 5y, mənfi 36-dan 31-i çıxdığımız zaman bu şəkildə yazsaq daha rahat olardı. Yəni 2x minus 5y-in yerinə mən yazaram mənfi 23 çıxılsın 36, çıxılsın 31. Mənfi 23-dən 36-nı çıxdığımız zaman mənfi 59 çıxaq 31, bu dedir mənfi 90. X bərabərdir 61 olduqda ifadəsinin qiymətini yazın. Yəni ifadəmiz 73 vurulsun 39 üstə gələk 73 vurulsun 61-dir. Yəni burada ortaqlar 73-dür. Mən yazarım 39 üstə gələk 61 bərabərdir. 73 vurulsun 39-un üstünə 61 gəldiyim zaman 100 edəcək. Bunu da vurduğum zaman 7300 edəcək. Yəni belə hesablamaq daha rahatdır. Deyir, bərabər yanlı üçbucağın perimetri 44 cm-dir. Oturacağının uzunluğu isə A cm-dir. Üçbucağın yan tərəfinin uzunluğunu tapmaq üçün ifadə yazın. A 18 olanda yan tərəfin uzunluğu nə qədər olar? Biz bilirik ki, üçbucaq A üstə gələk B üstə gələk C-dir. Bərabər yanlı üçbucaq deyirsə, yəni bunların yan tərəfləri bərabərdir. Bu da B-dir, bu da B-dir. Onda olur P bərabərdir A üstə gələk 2B. Bu şəkildə olur. Bizə də deyir ki, perimetrin uzunluğu 44-dür. Yəni 44 bərabərdir 2B üstə gələk A. Yəni mən buradan A-nı tapmaqdan ötürü nə edirəm? A bərabər, daha doğrusu B-ni tapmaqdan ötürü. Çünki A-nı verir onsuz. Oturacağın uzunluğunu A verir. Yan tərəfinin uzunluğunu digər tərəfi tapırıq. B bərabərdir. 44 çıxılsın A bölək 2. Düsturundan tapa bilərəm. Sonra bizə deyir ki, A-ya 18 verir. A bərabərdir deyir 18 olanda bu ifadəni tap. B bərabərdir 44 çıxılsın 18 bölək 2-yə. 44-dən 18 çıxanda 26, 26-nı da 2-yə böldüyüm zaman edəcək 13. Bu ifadəsinin deyir qiymətini hesablayın. Misalı bir də köçürtmürəm. Bərabər qoyub buradan yazırıq. Fikir versiniz, burada 5,6-da birlər 2 dənədir. 5,6-da birləri mötərizə xaricinə çıxara bilərəm. Yəni 13,75 çıxılsın 7,75 bərabərdir. 5,6-da 1 vurulsun. 13,75-dən 7,75 çıxanda 6 eləyir. Bərabərdir. Mən bunu düzgün olmayan kəsrə çevirsəm, 6-nı 5-ə vursam 30, 30-un üstünə 1 gəlsəm 31 vurulsun 6-ya. 6 ilə 6 ixtisar gedər, cavab olar 31. İfadələri sadələşdirək. 23 çıxılsın, 4-ü 3-ə vuranda 12A, üstə gəlinsin 28B, deməli, üstə gəlinsin 84. Bərabərdir. 23 ilə 84-ü bir tərəfə yığaq. Üstə gələk 84. Çıxılsın 12A. Üstə gələk 28B. Bərabərdir. 23-ün üstünə 84 gəldiyimiz zaman 107. Çıxılsın 12A. Üstə 28B. Burada məsələn 12-dən 4-ü də götürə bilərik. Bu şəkildə də yaza bilərik. Məsələn yazarıq ki 107 çıxılsın 4 3A. Çıxaq 7B. Sadələşdirmə bu şəkildə yazmaq olar, amma bu şəkildə daha doğrudur. Çünki sadələşdirmə deyirdi bizə. İkincisi, mənfi 67 çıxılsın. 8-i 7x-ə vuranda mənfi 56x. Üstə gəlinsin 24y. 6, 8-im 48. Üstə gələk 48 bərabərdir. Deməli, mənfi 67 üstə gələk 48 çıxaq 56x üstə 24y bərabərdir. Mənfi 68-in üstünə 48 gəldiyim zaman mənfi 19 çıxılsın 56x üstə 24y. A minus 7b bərabər 21 olduqda bu ifadənin deyir qiymətini hesablayın. Bu ifadə
Bərabər qoyub buradan yazıram. İfadəni bir də köçürtmürəm. Mən burada -8 ortaq vurğuya çıxara bilərəm. Niyə? Çünki A çıxılsın 7B-ni tapmaqdan ötürü. Çıxılsın 24, çıxılsın 32. Bərabərdir. -8 vurulsun -21. Çıxılsın 24, çıxılsın 32-yə. Bərabərdir. -8-i 21-yə vurduğum zaman 168 çıx 24 çıx 32. Bu da edər 112. 97 vurulsun 97 çıxılsın 97 vur 47. Baxırıq ki, yenə 97-lər ortaqdır. 97 çıx 47 yaza bilərəm. 97 vurulsun 97-dən 47 çıxanda 50-də. Bunda vurduğumuz zaman 4850. Hansı bərabərliklər deyir? Doğru deyil. Səhv olanı axtarırıq. Baxaq görək. 6-nı 2x-ə vurduğum zaman 12x, 6-nı y-ə vurduğum zaman 6y. Bu doğrudur. -4-ü A-ya vurduğum zaman -4A, -4-ü -3-ə B-yə vurduğum zaman -12B eləməz, müsbət 12B elər. Yəni bu səhvdir, bunu götürürük. Bu doğrudur. 4-ü 2-ə vuranda 8M, 4-ü 3-ə vuranda 12N. Bu da doğrudur. -3-ü B-yə vuranda -3B, -növbünə vuranda bu da müsbət doğrudur. 6-nı x-ə vuranda 6x, 6-nı 3-ə vuranda 24y eləməz, 18y eləyir. Bu səhvdir. 5-i 3-ə vurduğum zaman -15 etməz, müsbət 15 edər. Bu da səhvdir. Deməli, hansı səhv oldu? 2, 5, 6. C variantı səhv oldu. Sonuncu, 10-cu misal. Bunu bu şəkildə yazaq. Sonra cavabları köçürərik. 10-cu. 4 vurulsun -2x üstə gəlinsin 5y çıxaq 21 üstə gələk 63 bərabərdir. Vuraq mötərizədən azad eləyək. 4 -8x üstə gəlinsin 20y. Deməli çıxılsın 4 birim 4 84. Üstə gələk 63. Bərabərdir. Olur ki -8x üstə gələk 20y. 84-dən də 63-ü çıxdığım zaman -21 edəcək. Yəni, ifadəmiz bu şəkildə oldu. Gəlin yerinə yazaq. Birincidə nə deyir? Deyir, x bərabərdir 2, y bərabərdir -7-yə. -8 vurulsun 2, üstə gələk 20 vurulsun -7, çıxılsın 21. Bərabərdir. -8 2-yə vuranda -16, çıxılsın 20-ni 7-yə vuranda 140, çıxaq 21. Bu edəcək -177. Sonra ikinci x bərabərdir -4, y bərabərdir 6-ya. -8 vurulsun -4-ə. Üstə gələk 20 vurulsun 6-ya, çıxaq 21-ə. 32 üstə 120, çıx 21. Bu edər 131. Üçüncü x bərabərdir -6, y bərabərdir -8-ə. Deməli, -8 vurulsun -6, üstə gələnsin 20 vurulsun -8, çıxılsın 21. 6, 8-im 48, deməli, çıxılsın 160, çıxaq 21. Bu dedər -133. Variant olaraq, deməli, buradan yazaq. Birinci oldu -177, 1D. İkinci oldu 131, 2B. Üçüncüyə də oldu -133, bu da C. Və nəhayət gəldik D variantına, sonuncusuna. Deyil ifadənin qiymətini hesablayın. Hesablayaq. Deməli, 37-dən 89-u çıxdığımız zaman -52. Bu mötərizənin içərisidə edəcək -100. O da bərabərdir -52 üstə gələk 100. 100-dən 52-ni də çıxdığımız zaman 48. Buradakı 56-dır. Bunu belə qoyuram ki, siz görə biləsiniz. Aha. 81-in üstünə 19 deməli. Və yaxud da mötərizədən azad eləyək, gəlin. -81 çıxaq 19. Üstə gələk. Buranın mötərizə ifadəsi, içərisinin ifadəsi -84 edir. Dilim dolaşdı. Çıxılsın 84. Bərabərdir. -81-dən 19 çıxıb 84-də çıxdığımız zaman cavab -184 edir. Buradan yazım. 184 deyiləcək ki, görünmür. Yenidən hesablamaları siz özünüzdə diqqət yetirin.
Bəzən ola bilər ki, görürsünüz ki, səhv almış oluruq. Sonra falan bu olduqda ifadəsinin qiymətini tapın. Gəlin biz birinci bu ifadəmizi sadələşdirək. Sonra ifadəmizin qiymətini tapaq. Bərabər qoyub buradan yazıram. Misalı bir də köçürtmürəm. Mənfi dediyə mötərizədən azad eləyirik. Eləyir mənfi 5A, çıxılsın 21, üstə gəlinsin 37, üstə gələk 3B, çıxaq 48. Bərabərdir. Mənfi 5A üstə gələk 3B-ni bir qruplaşdırırıq. Çıxaq 21, üstə gəlinsin 37, çıxılsın 48. Bərabərdir. Mənfi 5A üstə gələ 3B-yə onsuz 19 verib. Yəni 19 çıxılsın 21, üstə 37, çıx 48. Bu da bərabər edir mənfi 13-ə. Üçüncü. A mənfi 27 olanda ifadənin qiymətini tapın. Yəni 36 vurulsun 73, çıxılsın 36 vurulsun mənfi 27-dir. Misalımız. Yəni biz bunu 36-nın mötərizə xaricinə çıxardığımız zaman 73 deməli çıxılsın 27. Çıxılsın yazmarıq. Niyə yazmarıq? Çünki qarşısında mənfi işarəsi var. Ona görə biz buna yazırıq müsbət 27. Bərabərdir 36 vurulsun 100-ə, bu da edər 3600. Dördüncü, yenə deyək ki, bərabər yanlı üçbucağın perimetri 56 santimetrdir. Yan tərəfin uzunluğu A santimetrdir. A22 olan oturacağın uzunluğu və tapmaq üçün ifadəni yazır. Biz bilirik ki, yenə deyirik, P bərabərdir 2B üstə gələ A. Və yaxud da 2A üstə gələk də B deyə bilərik, 2B üstə gələk də B. Amma yan tərəfinin, burada daha doğrusu, yan tərəfinin uzunluğun bizə A verib. Yan tərəfinin uzunluğu A-dırsa, deməli bu 2A olur da. Axı yandan 2 dənədir, yan tərəfdən. Üstə gələk B, üçbucağın yan tərəflərindən 2 dənə olduğuna görə 2A üstə gələk B yazırıq. P-yə onsuz da 56 deyir. 56 bərabərdir 2A üstə gələk B-yə. 2A üstə gələ B. Biz buradan B-ni tapdığımız zaman ifadə necə yazırıq? 56 çıxılsın 2A. İfadəmiz 56 çıxılsın 2A-dır. Sonra deyək ki, A 22 olanda 56 çıxılsın 2 vurulsun 22-yə. 56 çıxılsın 44-ə, o da bərabərdir 12. Deməli, ifadəmiz bu şəkildə, qiymətimiz də bu şəkildə alınır. Misalda yenə göründüyü kimi 3,25-də 3-dən 2 dənədir. Onda birin mötərizə xaricinə mən çıxara bilərəm. Vurulsun 19 üstə gələk 56-ya. 19-un üstünə 56 gəldiyim zaman 75 edər. Mən bunu da çevirsəm 25-də edəcək 78. Vurulsun, topladığımız zaman bu 75 edir. 75 ilə 25, daha doğrusu hər biri 25-ə bölündüyünə görə burada 3 qalır. 78-i də 3-ə vurduğumuz zaman 234 edər. İfadələrin sadələşdirilməsi. 10x çıxılsın 35y. Deməli, üstə gəlinsin 75, üstə gələk 47. Bərabərdir. 10x çıxılsın 35y olduğu kimi qalacaq. Biz 75-in üstünə 47 gəldiyimiz zaman edəcək 122. Bərabərdir. 135 çıxılsın 42a, çıxılsın 18b, çıxaq 168. Bərabərdir. 135 çıxılsın 168, çıxılsın 42a, çıx 18b. Bu da bərabərdir. Mənfi 33 çıxaq 42a, çıx 18b-yə. İfadənin qiymətini tapmağı soruşur bizdən. Deməli, mənfi 24x üstə gələk 40y-dən mən mənfi 8-i mötərizə xaricinə çıxara bilərəm. Buradan bərabər qoyub bu misalı burada davam eləyirəm. Mənfi 8-i mötərizə xaricinə çıxaranda olacaq 3x çıxılsın 5y. Bax, mənfi 3-ü 8-ə vurduğum, mənfi 8-i 3-ə vurduğum zaman mənfi 24x, mənfini mənfi 5-ə vurduğum zaman müsbət 40y. Çıxılsın 13 üstə gələk 38 bərabərdir 13 vurulsun mənfi 8, çıxılsın 13, üstə gələk 38. Bərabərdir mənfi 104, çıx 13, üstə 38. Bu da edər mənfi 79.
Burada da 51 vurulsun 51 üstə gələk 51 vurulsun 49. 51'i mötərizə xaricdən çıxarsam 51 üstə gələk 49. 51 vurulsun 100'ə. Bu da bərabərdir 5100. 9-cu hansı bərabərliklər doğrudur? 5'i A'ya vuranda 5A, 5'i müsbət B'yə vuranda 5B. Bu doğrudur. Mənfi 3'i X'a vuranda mənfi 3X, mənfi 3'i mənfi 4'ə vuranda müsbət 12 eləməlidir. Mənfi 12 yazıblar, səhvdir. 6'nı M-ə vuranda müsbət 6 M eləyər, mənfi 6 M eləməz, bu da səhvdir. Mənfi 3'ü P'yə vuranda mənfi 3P, mənfi 3'ü mənfi 2Q'ya vuranda müsbət 6 doğrudur. 8'i A'ya vuranda 8A, 8'i 5B'yə vuranda 40B doğrudur. 9'u X'a vuranda mənfi 9X eləməz, müsbət 9X edər. Doğrusu 1, 4, 5'dir. Yəni D variantı. 10-cu suala da baxaq. 10-cu sual yenə sadələşdirək. 3 vurulsun 3A çıxılsın 7B. Mötərizəni vurub açaq. 9A üstə gələk 21B. Deməli çıxılsın 81. Üstə 97 bərabərdir. Mənfi 9A üstə gələk 21B üstə gələk 16. Bu şəkildə. Yazaq. Birincidə görək nə deyir? Birinci deyir ki, A bərabərdir 3'ə, B bərabərdir mənfi 6'ya. Yəni buradan mötərizənin xaricini 3-də çıxara bilərik. Elə bu şəkildə də saxlaya bilərik. Kimə necə rahatdırsa, bu şəkildə yaza bilər. Bayaq özüm nümunə kimi göstərdim ki, yəni bu şəkildə də yazmaq olar. Mənfi 9 vurulsun 3, üstə gələk 21 vurulsun mənfi 6, üstə gələk 16. Bərabərdir. 9'u 3'ə vurduğum zaman mənfi 27, çıxılsın 126, üstə 16. Cavab edir mənfi 137. İkincidə nə deyir? A bərabərdir mənfi 4'ə, B bərabərdir 8'ə. Mənfi 9 vurulsun mənfi 4, üstə gələk 21 vurulsun 8. Bu şəkildə. Qiymətlərini də yerinə yazdığımız zaman alınır. Üçüncü mənfi 6, B bərabərdir mənfi 7. Yerlərinə yazaq. Mənfi 9 6'ya vurduğum zaman müsbət 54. Müsbəti mənfiyə vuranda mənfi 147. Üstə 16. Da bərabərdir mənfi 77'yə. Variantların gəlin düzək. 1'də mənfi 137 aldıq. 1A. 2'də 220 aldıq. 2C. 3'də mənfi 77 3Y. Burada da yekunlaşdı. Kanalımıza dəstək olmağı unutmayın.